Mehriban və bağışlayan Allahın adı ilə. Axşamınız xeyirli olsun mənim gül balalarım. Bahar xala yenidən gəlib sizə çox maraqlı nağıl danışmağa. Hə uşaqlar, sizi də görürəm ki, səbirsizliklə gözləyirsiniz ki, Bahar xala nə vaxt gələcək və bizə nağıl danışacaq. Artıq gəlmişəm və yuxunuz şirin olsun. Verilişi artıq efirdədir. Bəli uşaqlar, ümid edirəm ki, bugünkü nağılımızı da bəyənəcəksiniz. Bəli, bəli. Hə uşaqlar, başlayaq nağılımıza. Başlayaq. Bugünkü nağılımızın adı uşaqlar, balaca pingvin üzməyi öyrənir olacaq. Bəli, bəli, balaca pingvin və üzməyi öyrənir. Görürəm sual verirsiniz ki, pingvinlər bəyəm üzməyi öyrənə bilmir. Uşaqlar, təsəvvür eləyək ki, pingvin balacadır da. İndi bizlər də çox balaca olanda gəzməyi bilmirdik, düzdür? Bizə anamız, atamız neyinib? Gəzməyi öyrədib. Biz axı balaca olanda gəzməyi bacarmırdıq. Odur ki, heyvanlar da belədir. Balaca olanda, məsələn, pingvinlər üzməyi bacarmır, onları öyrədirlər. Və yaxud da marallar, pişiklər, itlər əvvəldən ki, gəzməyi bacarmırlar. Yavaş-yavaş ana və ataları onlara neyinir? Öyrədir. Bəli. İndi başlaya bilərik. Bəli, başlayaq nağılımıza. Balaca pingvin üzməyi öyrənir. Bir gün bizim pingvin yavaş-yavaş yola çıxırdı ki, gəzə-gəzə gedirdi ki, getsin, harda? Dənizdə üzməyə getsin dənizdə. Bilirik ki, uşaqlar, pingvinlər çox soyuq bir ölkədə yaşayırlar. Hər yer buz olur orada. Bəli. Suda olan bütün heyvanlar onların ətrafında olurlar. Məsələn, su itilər, balinalar, ağayılar, məsələn, bəzi quşlar da var ki, orada məsələn yaşayırlar. Hə, uşaqlar, deməli, nədən danışım sizə? Bizim pingvin, məsələn, gedəcəyi məntəqəyə qədər yavaş-yavaş gedirdi. Onu da qeyd edeyim ki, uşaqlar, bizim pingvin təzə üzməyi öyrənmək üçün həm həyəcanlıydı, həm də çox qorxurdu. Fikirləşirdi ki, birdən bacarmaram. Birdən suda boğularam. Bu kimi fikirlər gəlirdi beyninə. Elə bu ərəfədə gedirdi ki, qarşısına bir bala quş çıxdı. Görürdü ki, uçur, yerə də qonur. Uçur və yerə qonur. Ondan soruşdu. Sən uçmağı öyrənirsən? Ay, nə gözəl. Bəs qorxmursan uçmaqdan. Birdən yıxılarsan yerə və yaxud da suya düşərsən. Bizim quş da dedi, cik. Yox, mən qorxmuram. Hətta buna bax, uçuram. Bir ayağımı yerdən qaldıra bilirəm. Çox maraqlıdır. Mən qorxmuram və sevinirəm ki, uçmağı öyrənirəm. Düzdür, hələ təzəyəm, amma bilirəm ki, mən bunu bacaracağam. Bizim bu quş sözünü dedi və neynədir uşaqlar? Başlayırdı, özü üçün məşq edirdi ki, uçmağı öyrənsin. Bizim pingvin onunla sağollaşıb öz yoluna davam elədi. Öz yoluna davam elədi. Biraz keçəndən sonra qarşısına bala bir su iti çıxdı. Bəli. Su iti ilə hazırlaşırdı ki, suya baş vursun. Və pingvini görəndə dedi, salam, sən də suya girmək istəyirsən pingvin. Bizim pingvin isə cavabında belə dedi. Yox, hələ yox. Mən öz yerimə çatmamışam. Bəs sən nə edirsən burada? Sən də üzməyi öyrənirsən. Qorxmursan üzməkdən. Qorxmu demirsən, boğularsan. Bizim pingvin isə cavabında belə dedi. Yox, mən qorxmuram. Düzdür, təzə gedirəm, üzməyə təzə başlayıram. Ancaq çox həyəcanlıyam ki, mən suya daxil olacağam. Oradan balıq tutacağam çoxlu. Elə bu sözü demişdi ki, birdən su iti suya atladı. Bizim pingvin öz yoluna davam eləmək istəyəndə su iti sudan çıxdı. Və pingvinə dedi, pingvin, bax, mən balıq tutdum və mənim birinci balığımdır. Bunu deyib sevinirdi bizim balaca su iti. Və pingvin ona, nə gözəl, nə qəşəng, balıq da tuta bildin.
Yaxşı, sağ ol, mən gedim. Gedirdi, öz yoluna davam elədi və gəzməkdən yorulmuşdu bizim pingvin və bir buzun üstünə oturdu. Buzun üstünə oturdu, biraz keçmişdi ki, gördü ki, su dalğalanır və uşaqlar buna tərəf biraz su gəldi. Və qorxdu, biraz arxaya çəkildi. Qorxub arxaya çəkiləndə baxdı ki, görək kimdir, hansı heyvandır ki, buna suya atıb. Və gördü ki, bala balinaymış. Bala balina isə sudan biraz çıxıb dedi: "Pingvin, bağışla, mən hoppanmağı öyrənirdim. Hoppanmaq mən axı əvvəllər qarnımın üstündə dayana bilirdim. Ancaq indi mən suyun üzərindən çox rahatlıqla hoppana bilirəm." Pingvin isə dedi: "Qəşəng, bəs sən qorxmursan? Qorxmursan ki, hoppananda birdən göydə qalarsan?" Bu söz bizim balinaya gülməli gəldi və gülməyə tutdu. Və dedi: "Mən yox, qorxmuram. Göydə qalmaram ki mən. Hoppanıram, daha sonra suya daxil oluram. Bu çox əyləncəlidir. İstəyirsən gəl bərabər üzək." Bizim pingvin isə dedi: "Yox. Mən gedim öz yerimdə üzərəm." Bu sözü demişdi ki, uşaqlar, birdən buzdan bizim pingvinin ayağı sürüşdü və suya daxil oldu. Suya daxil oldu. Birinci qorxurdu ki, üzə bilməz, boğular suda. Ancaq öz köməyi ilə uşaqlar neynədi? Üzməyi bacardı. Bu vəziyyət onun çox xoşuna gəldi. Suyun içində o yana qıvrılırdı, bu yana qıvrılırdı, o tərəfə gedirdi, bu tərəfə gedirdi. Hətta suyun içində uşaqlar balina var idi, su iti var idi və onunla bərabər üzürdülər. Bu hal bizim pingvinin çox xoşuna gəldi və sevindi ki, nə yaxşı suya düşüb və balina su iti ilə bərabər suyun içində üzürlər. Hətta uşaqlar, bizim pingvin suyun içindən neynirdi? Balıqlar da tutub yeyirdi. Vaxt tamam oldu evə getməyə. Evə gedəndə uşaqlar bu hadisəni anasına, atasına danışdı və çox sevindi. Anası, atası da çox sevindi ki, bizim bu pingvinin qorxu hissi keçir, daha üzə bilir. Və o yenidən səhər açılanda həvəslə qaçırdı ki, səhər yeməyi yeyib, həvəslə qaçırdı ki, getsin, neynəsin? Öz dostları ilə içsin. Hə uşaqlar, bu günlük də nağılımız bu qədər. Ümid edirəm ki, bəyəndiniz. Bildik ki, uşaqlar, qorxmağın bir mənası yoxdur. Hər bir işimizi həvəslə və qorxmadan o işi görməliyik. Sizlər də çalışın ki, hər hansı bir işi görmək istəyirsinizsə, qorxursunuz ki, onu bacarmaram. Çalışın ki, fikirləşin ki, mən hər şeyi bacararam. Və həmin işi də bacaracaqsınız uşaqlar. İndi gecə geyimlərinizi geyinin, dişlərinizi fırçalayın və yerinizə geyin, mışıl-mışıl yatın. Sağ olun, Allah amanda qalın. Mm-hmm.